Salam uşaqlar, 2019-cu il 4-cü qrup 1-ci qəbul imtahanı kimya suallarının izahına baxaq. Deməli, birinci sual. Qatı nitrat turşusu verib, deməli, bilirik ki, qızıl, platin heç biri bunlarla reaksiya daxil olmaz. Deməli, 4 gəlir, reaksiya getmir. 1-ə. 4 ya cavabın ya A-dır, ya B-dir. Elə. Sonra nitrat turşusu, deməli, NO1 alınsın, NO2 alınsın. Pasiv metaldırsa, pasiv metal qatı nitratla biz bilirik ki, verəcək NO2. Deməli, 1 gəlir 3 olan cavaba, 1 gəlir 3 olan hər ikisinə aiddir. 2-ni tapsaq bəsdir. 2. Sulfat turşusu kükürt qatı nitratla verəcək H2SO4, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Yəni, sadəcə reaksiyalar əzbərləmək lazımdır. Deməli, onda 3-ə gələcək, 2 gələcək 3-ə, 2 gələcək 3-ə. Sualın düzgün cavabı 31-ci sualda eləyir B variantı. 32-ci suala baxaq. Deməli, bizə verib liflər. Lafsan lifi, kapron lifi, polibutadiyen lifi. Gəl yazaq. Lafsan nə idi uşaqlar? Etilenglikol tereftal turşusu. Elə? Yəni, etilenglikol O, CH2, CH2O, tereftal turşusu CO, C6H4, CO. Bu oldu tereftal turşusu. Aha. Etilenglikol tereftal turşusu lafsın. Kapron 6 NH7. Deməli, kapron 6 NH, CH2 5 dəfə CO, N dəfə. Bu oldu kapron lifi. Polibutadiyen, yəni butadiyen bir üçlənməli gəlirdi. CH2, CH, 2 qat rabitə, CH, CH2. Bu da oldu bu. Biz birinci polimerlərin formullarını yazırıq. Sonra uşaqlar, verib ki, makromolekulda olan karbon atomlarının sp2 bir orbitallarının sayı. Burada sp2, bir bu sp2'dir. Bir bu sp2'dir. Bir də benzolda olan hamısı sp2 bir talındadır. Yəni, polimerləşmə dərəcəsi N-ə 1 yazsam, bunun bir dənəsində nə qədər sp2 bir orbital var uşaqlar? Deməli, 18 dənə burada var. 18-in üzərinə 4, 22 eləyəcək. Yoxsa yox? 3, yox, 4 yox. 3, 3. Deməli, 6, 18-in üzərinə 6, 24. Bir dənə də 24-dürsə, polimerləşmə dərəcəsini verib A. A-ya yazıram X. İndi biz buradan X, Y, Z-i müqayisəsidirsə, X bərabərdir 24 bölünsün A. Yox, 24 bölünsün A nədir? X bərabərdir 24 A. X bərabərdir 24 A-ya. İndi yoldaşlar, burada sp2 bir orbitalı, bircə dənə bu karbon sp2 vəziyyətdədir, bu sp3. Əgər N-ə 1 yazsam, bunun bir dənəsində 3 dənə sp2 bir orbitalı varsa, verib 2A. 2A-ya olacaq Y. Buradan Y bərabərdir 6A. İndi sp2 burada 1 budur, sp2 burada 1 budur. N-ə 1 yazsam, bir dənəsində 6 dənə sp2 bir orbital varsa, fikir verək, 2A-ya verib Z. 2A-ya yazacağıq Z. Buradan da Z bərabər deməli 12A. Elə? İndi bunları deməli 24A, 6A, 12A hamısını 24-ə gətirsək, X bərabərdir. 6A-nı 24A-ya gətirmək üçün 4-ə vuraram. Deməli 4 Y-ə, o da bərabərdir. 12A-nı 24-ə gətirmək üçün 2-yə vuraram, 2 Z-ə. Sualın düzgün cavabı C variantı. Davam edirik 33-cü sual. Propanol 2 üçün hansı? Uşaqlar, propanol 2 spirtdir. Metan, etan, propan, propanol 2, CH3, CH3, CH. Gəlin, baxaq. Molekulda 7 hidrogen atomu var, səhvdir. 3, 3, 1, 7, 8 var, getdi. Sirkə turşusuyla qarşılıqlı təsir olur. Bəli, yoldaşlar, spirtlər turşularla qarşılıqlı təsirdə olur, mürəkkəb efir verir. Doğrudur. Metil etil efirinin izomeridir. Bəli, uşaqlar, bu spirtdir. Metil etil efiri də metil etil efiri. Sadə efirdir da. Bəli, bunlar bir-birindən izomeridir. Həqiqətən hesablasaq, hər birində C3H, bax, burada neçə? 8O. O cümlədə burada C3H8O bir-birindən siniflər arası izomeridir. Sualın düzgün cavabı 33-də D variantı. 34-cü suala baxaq.
Tərkibində 50% mis olan mis və dəmir qarışığın bu qədər qramına, deməli əlimizdə var mis və dəmir, ikisi bir yerdə 22,4 qramdır. 50% dəmirdirsə 11,2 qram dəmirdir, 11,2 qram da misdir. Deyir ki, xlorid turşusunu təsir etdikdə yoldaşlar biz bilirik ki, xlorid turşusu mislə reaksiya daxil olmaz. Xlorid turşusuna reaksiya daxil olan dəmir olacaq. Olur dəmir xlor 2, üzərinə gəlsin hidrogen. Yazdıqdan sonra hökmən əmsallaşdırmaq lazımdır. İndi verir ki, neçə litr hidrogen? Dəmir nə qədərdir? 11,2 qram. 11,2 qramla x litr hidrogen isə dəmir özü nə qədərdir? 56 qram. 56 qrama nə qədərdir? 22,4 litr. Buradan x bərabər nə edib uşaqlar? 2-yə vurub 10-a bölüb. 2-yə vur, deməli 44,8 10-a böl 4,48 litr. Sualın düzgün cavabı 34-də C variantı olacaq. Davam eləyək. Özdə 30 sualdır bu biraz. Biraz yox, 30 sualdır. Hansı mərhələlər doğrudur? Uşaqlar, metan 500-600-də deməli C2H4-də parçalanır. Asetilene yox. Deməli, birinci mərhələ yanlışdır. Dayan, belə yazaq. Birinci mərhələ yanlışdır. 1 getdi, 1 getdi, 1 getdi. 3 doğrudur, onda elə 2-yə baxaq. Uşaqlar, bir dənə fikir ver. Asetilenin dimerləşməsinə nə alınır? Deməli, asetilenin dimerləşmə məhsulu vinil asetilendir. Bəli, bu alınan maddə həqiqətən bir dənə fikir ver, vinil asetilen formudur. Və yaxud da C4H4 alınır. Həqiqətən C4H1 2 4. Üçüncü ifadə də doğrudur. İkinci reaksiya da doğrudur. İndi burada H-xlor, vinil asetilendə H-xlorun reaksiyasından xlorpirin alınır da. Hidrogeni çox olana, xlor hidrogeni az olana gəlir, birləşir, olur xlorpirin. Bunlar da danışmışıq. Davam edirik 36-cı sualla. Karbohidrogen alkadendir. Molekulda karbon-karbon sigma rabitələr falan filan. Bir moluna. Gəl baxaq uşaqlar. Bax, heç mən düstura qaçmağı sizə məsləhət görmürəm. Bax, bir dənə alkadein götür. C3H məsələn 4. Oksigenlə bunun reaksiyasını yaz. Əmələ gəlir karbon qazı, üzərinə gəlinsin su. Karbon 3-dür, bura 1, 3 yazdıq. Hidrogen 4-dür, bura 1, 2 yazdıq. Bu nə qədər oldu? Oksigen 3 dəfə 2, 6. Deməli, 4 də bura yazırıq. İndi alkadenin bir dənə formulunu açaq uşaqlar. Bax, alkaden elə budur. CH2, CH2. Uşaqlar, verib karbon-karbon sigma rabitələrin sayı. Bax, biri budur, biri budur. 2-yə bərabərdir. O da verib n plus 1 olsun. Yazıram, n plus 1 bərabərdir 2-yə. Buradan n bərabərdir deməli 1-ə. Eləmi? Bir dənə indi fikir verir, nəyə soruşur? 1 molun tam yanmasını sərf olunan oksigen. Həqiqətən bir dənə bax, bu maddə 1 moldur. 1 molda nə qədər sərf olunub? 4. Deməli, n-in 1 olanda 4 olan cavab variantlardan axtarsan, sən görəcəksən ki, bir dənə Y variantına uyğun gəlir. 3 vurulsun 1 plus 5 bölünsün 2. 8, 8-i 5-ə bölsən, həqiqətən sən 4-ü alırsan. Sualın düzgün cavabı Y variantı. Mən birbaşa cavabı yazdım, digərlərini özünüz yoxlaya bilərsiniz. Hansı qazı suyu sıxışdırıb çıxarmaq üsulla sınaq şüşəsinə deməli yığmaq olar? Uşaqlar, hansı qaz ki suda həll olmur, onu sınaq şüşəsinə yığmaq olar? Hansı qaz ki suda həll olur, onu sınaq şüşəsinə yığmaq olmaz? Bax, suda həll olur, sınaq şüşəsinə yığmaq olmaz. Suda həll olur, yığmaq olmaz. Suda həll olur, suda həll olur. Amma azot qazı suda həll olmayan qazı, onu sınaq şüşəsinə deməli yığıb toplamaq olar. Bunu da dərsdə danışmışıq. İndi gəl buna baxaq. Bizə verib maddələr, mis və hidrogen kütləsi AA reaksiyası daxil olan kükürdür. Rahat bir sualdır. Əlimdə var mis, əlimdə var hidrogen. Deməli, reaksiya daxil olan kükürdür. Yazıram, kükürd alınır mises, kükürd alınır H2S. Reaksiyanı yazdıqdan sonra, inşallah, reaksiya görə misin kütləsini verib A, yazıram A-ya. Reaksiya görə kükürdün kütləsini verib M1 mol. Daha doğrusu molunu verib M1. Mis sözü nə qədərdir? 64. 64-də nə qədərdir? 1 mol. Buradan M1-i tapsam, M1 bərabərdir A bölünsün 64-də. Elə? Çünki M1 ilə N2 müqayisə edirik. İndi hidrogenə verib A qram, A qram. Kükürdə verib N2 mol. N2 moldusa, hidrogen özü 2 qramdır. 2-yə də 1 moldur. Buradan isə N2 bərabərdir. Deməli, N2 bərabərdir A bölünsün 2. Elə? İndi uşaqlar, bunları bir-birinə müqayisə eləsək, gəl M1-i N2-yə bölək. M1 bölünsün N2 bərabərdir. M1 A bölünsün 64 vurulsun 2 bölünsün A-ya.
Buradan alar ixtisar gedər. Burada qalar 1, burada qalar 32. Yəni bərabərdir 1 bölünsün 32-yə. Onda n2 bərabərdir 32 n1. n2 bərabərdir 32 n1 38-də olacaq cavab Y variantı. Sadəcə riyaziyyat. Natrium hidridin su ilə reaksiyasını verib yazaq. Natrium hidrid üzərinə gəlinsin su. Biz bilirik bu reaksiyanın alınır natrium hidroksid üzərinə gəlsin hidrogen qazı. Hökmən əmsallaşdırmaq lazımdır. Görək düzmü oldu? Natrium 2, oksigen 2, hidrogen 2, 4, 6, hidrogen. Heç deyəsən onda əmsallaşdırmağa ehtiyac yox idi. Bir dənə baxaq. Və natrium 1, hidrogen 3, oksigen 1, bəli, heç əmsallaşdırmağa ehtiyac yoxdur. Su ilə reaksiyasından alınan qaz mis-2 oksid. Bax, su ilə reaksiyasından alınan qaz hidrogen qazıdır. Onu mis-2 oksiddən üzərindən buraxsaq, yenə heç bir əmsal yoxdur. Bu zaman deyir ki, bərk qalığın kütləsi 8 qram azalır. Şola, gəl bir dənə baxaq. Bax, bərk qalığım əvvəlcə budur, sonra olub bu. Mis oksidin kütləsi 64 + 16, yəni 80 qramdan gəlir düşüb 64-ə. Fikir ver, 80-dən 64-ə düşmək neçə qram azalma deməkdir reaksiyanın özünə görə? Burada deməli 16 qram azalma baş verir. 16 qram azalma uşaqlar. Və reaksiyaya görə neçə mol hidrogenə? 1 mol hidrogenə görə sərf olursa, şərtə görə 8 qram azalma. Yazıram 8 qram azalmaya x mol. Buradan x bərabər 0,5 mol hidrogen tapdım. İndi deyir ki, natrium hidridi soruşur. Yazıram 0,5 mol hidrogenə x qram natrium hidriddirsə, natrium hidridin kütləsini verib 24. 24-də də 1 moldur. Buradan da x-i tapıram 12 qram natrium hidrid. Sualın düzgün cavabı 39-da B variantı. Davam edək 40-cı sualla. Deməli, reaksiyalar verilib uşaqlar. Heç bir dənə baxaq, sürətlərini deyir, müqayisə elə. V bərabərdir, delta nü bölünsün, həcm V vurulsun, delta ta ilə ifadə eləyir. Və indi uşaqlar, baxaq. Fikir ver, reaksiyaların getmə müddəti A-dır. Elə, deməli, zaman sabitdir. O cümlədən reaksiya gedən qabların həcmləri deyildi. Yəni V də sabitdir. Onda sürət molla düz mütənasib asılıdır. Elə. Gəl molla çevirək. 22,4 mol oksigen. 22,4 litr oksigen 1 mol deməkdir. 5,6 litr. 5,6-nı 22,4-ə bölsək 0,25 mol deməkdir. 0,25 mol. 33,6 da 1,5 mol deməkdir. Onda ən böyük hansıdır? V2 kiçikdir V1-dən, o da kiçikdir V3-dən. V2, V1, V3. Sualın düzgün cavabı 40 eləyəcək B variantı. Davam edirik 41-ci sualla. 2 qram X brom 2 birləşməsinin xlor-2 reaksiyasının bu qədər, bir dənə baxaq. 2 qram X xlor-2 birləşməsinin xlor-2 ilə reaksiyasından X xlor-2 alın. Brom 2 uşaqlar. Yazıram X brom 2 üzərinə gəlinsin xlor-2. Xlor bromu sıxışdırıb çıxarda bilər. Alınır. X xlor-2 üzərinə gəlinsin brom 2. Heç bir əmsal da yoxdur. Verib ki 2 qramından bu qədər, deməli 1,11 qram. 1,11 qram. Deməli 2 qramından 1,11 qram X xlor-2 alınırsa, X-in nisbi atom kütləsini hesablayın. Gəl hesablayaq da, onda deməli neyniyək? Bunu başqa yolla gedə bilərik, nəsə. Yox, başqa heç bir şey verməyib. Sadəcə onda bunun kütləsinə X plus 160 deyərik. X plus 160-a da X plus deməli 35,5-dir da 71 deyərik. X plusun 71. Burada uşaqlar özünüz hesablayarsınız. X-i tapıb sadəcə X-in nisbi atom kütləsini tapmış olacaqsınız. Bu çox güman kalsium olacaq. 40 eləyəcək bu. Özünüz hesablayarsınız. Davam.
Uşaqlar, propan alkandır C3H8, propilen alkendir C3H6. Elə fikir ver, hidrogen azad. Deməli dehidrogenləşmə reaksiyasıdır. Uşaqlar, spirtlərdən, alkenlərdən spirtlərin alınması da hidratlaşma reaksiyasıdır. Yadınızda saxlayın. Üzərinə su gəlirsə alınır propanol 2. Cavab 42-də A variantı. 43-cü suala baxaq, 30 sualdır. X, Y2 birləşməsində Y2-nin kütlə payını hesablayın. Misin kütlə payını verib A. Misin kütlə payı A-dır. Hər ikisində. Gəl baxaq. Misin 2 vurulsun 64 bölünsün. 2 vurulsun 64 üzərinə gəlsin Y vurulsun 100 bərabərdir A-ya. O birisi üçün isə mis 64 bölünsün 64 üzərinə gəlsin Y vurulsun 100 yenə bərabərdir A-ya. Hər biri üçün misin kütlə payını hesabladıq. Alar bərabər olduğuna görə bunları bir-birinə bərabər götürə bilərik. 2 vurulsun 64 bölünsün 2 vurulsun 64 üzərinə gəlsin Y bərabərdir. Hətta yüzləri də buradan ixtisar apara bilərik. Bərabərdir 64 bölünsün 64 üzərinə gəlsin Y. Buradan bunlar da gedər. 128 üzərinə gəlsin 2Y bərabərdir 128 üzərinə gəlsin Y. Yox, buradakında X-dir, bu X-dir. Bu X-dir, birincidə X-dir. Bu X-dir onda. 128 üzərinə gəlsin X, 128-lər buradan gedər X bərabərdir 2Y. Bunu buradan tapdıq. İndi verir ki, bu birləşmədə Y-i tap. Y nədir? 2Y bölünsün X plus 2Y vurulsun 100% hesablayaq. O da bərabərdir. Y olduğu kimi saxlayaq. 2Y bölünsün. X-in yerinə 2Y yazaq. 2Y üzərinə gəlsin. 2Y vurulsun 100%. O da bərabərdir. 4-də 2, 2-də 1, 50%. Sualın düzgün cavabı 43-də Y variantı. 44-cü suala baxaq. Deməli, hidrogenlə birləşməyə daxil olsun. Deməli, bu doymamış. Bax, turşudursa doymamış turşu olacaq. Sirkə turşusu olmaz, hidrogenlə birləşmə reaksiyasına daxil olmur. Sirkə turşusu olmaz, qarışqa turşusu olmaz. Qalır akril turşusu. Niyə? Çünki akril turşusu uşaqlar doymamış turşudur. CH2 2 qat rabitə CH3COOH-dır. Akril turşusu. İndi hidrogenlə deməli gümüş bir uşaqlar bir dənə fikir verir. Gümüş bir oksid amonyak məhlulu oksidləşmə verirsə, yadınızda saxlayın. Bu olacaq qarışqa turşusu. Cavab D variantı 44-də. Niyə? Çünki gümüş güzgü reaksiyasına turşulardan ancaq bir reaksiya daxil olur. Qarışqa turşusu və onun natrium, kalium duzları. Gümüş güzgü verə bilər. Natrium, kalium duzları. Bu da fikir verir. Gümüş bir oksid amonyak məhlulu, yəni gümüş güzgünü nəzərdə tutur. Ona görə Z maddəsi olacaq qarışqa turşusu. Cavab D variantı. 45-ci sual. Hansı mərhələ ekran kaydı gedir, bir dən baxım. Aha. Hansı mərhələlər doğrudur? Baxaq. Biri uşaqlar, həmişə deyirəm, yadınıza saxlayın. Bəzən uşaqlar yazır mis plus oksigen X. Mislə oksigen reaksiya daxil olur, verir mis 2 oksid. Bir doğrudur. Sonra ikinci də deyəsən doğrudur. Çünki deyəsən yox, mis 2 oksid hidrogenotermiyadır da bu. Hidrogenlə mis alınır. 2 də doğrudur. Uşaqlar 3 yanlışdır. Mis aşıqlarla reaksiya daxil olmaz. 1-2-ni götürürük. 3 yanlışdır. Elə cavab C variantı olacaq deyəsən. Bəli, bu da doğrudur. Niyə? Duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həll olan olsun, nəticədə çöküntü alınsın. Həqiqətən hər iki suda həll olur, nəticədə mis 2 hidroksid çöküntüsü əmələ gəlir. Ona görə 1, 2, 4. Gəlin bir 5 dəqiqə dincələk.